Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump İranla davam edən nüvə proqramı və bu ölkə əleyhinə sanksiyaların ləğvi üzrə danışıqlar fonunda Vaşinqton və Tehran arasında mümkün razılaşmanın şərtini açıqlayıb. Trump İranın nüvə silahı yaratmaqdan imtina edəcəyi halda onunla sövdələşməyə hazır olduğunu bəyan edib. ABŞ prezidenti Donald Trump Ər-Riyadda keçirilən Birləşmiş Ştatlar və Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının sammitində çıxışı zamanı bildirib ki, o İranla münasibətlərin normallaşmasına çox maraqlıdır. Lakin Trump bunun üçün olmazsa olmaz şərtini də açıqlayıb. Mən İranla razılaşmaya nail olmaq, mümkün olduğu təqdirdə nəsə etmək istəyirəm. Lakin İran terrorizmi maliyyələşdirməyi dayandırmalı, qanlı proksi müharibələr aparmaqdan və nüvə silahı yaratmaq məqsədindən həmişəlik imtina etməlidir. Qeyd edək ki, Donald Trump'ın bu açıqlaması ABŞ ilə İran arasında nüvə proqramı və İran əleyhinə sanksiyaların ləğvi üzrə danışıqlar fonunda səslənib. Ekspertlərin sözlərinə görə danışıqların özü və hər iki ölkənin mübahisələri diplomatik yolla həll etməyə hazır olduqları ilə bağlı bəyanatları irəliləyiş kimi görünsə də, davamlı tərəqqi əlamətləri çox azdır. Həlli çətin görünən məsələlərdən biri də İranın nüvə proqramı üçün uranın zənginləşdirilməsində təkidi ilə bağlıdır. Tehran bunu sülh məqsədli proqram kimi təqdim etsə də, Vaşinqton uranın zənginləşdirilməsini qırmızı xətt adlandırır. Rövşən Əliyev, Fidan Səfər, Space xəbər.